Mətnə əsasən hansı fikir doğru deyil? Mətni oxuyaq ilk növbədə. Yaponiyanın sənaye sahələrinin çox hissəsi inkişaf etmiş digər dəniz sahili region və ölkələrdə olduğu kimi sahil boyunca yerləşir. Bu əsasən xam malın xarici ölkələrdən dəniz yolu vasitəsilə gətirilməsi ilə əlaqədardır. Bu müəssisələrin sahil boyunca yerləşməsi istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə imkan verir. Mətlərimizə nəzər salaq, görək bu mətlərdən hansı bu fikrə doğru deyil. Məhsulların bu cür yerləşdirilməsi istehsalın gətirmə xammalından asılı olduğunu göstərir. Bəli, doğrudur. İstehsalın gətirmə xammalından asılı olması. Məhsulların bu cür yerləşdirilməsi ABŞ və Qərbi Avropa ölkələri çox bəli, eynilə ABŞ-da, Qərbi Avropa ölkələri də istehsal sahələrinin əsasən gətirmə xammalına əsaslandığı üçün onlarda da bu formada şəhərlər, müəssisələr, dəniz sahilinə yerləşə bilər. Müəssisələrin burada yerləşdirilməsi istehsal olunan məhsulun qiymətədir. Bəli, təbii ki, və bu zaman bunlar, belə deyək də, maya dəyərinin aşağı düşdüyündən, nəqliyyat xərci azaldığından avtomatik istehsalın məhsul qiyməti də, istehsal olunan məhsulun qiyməti də aşağı düşə bilər. Məhsulların burada yerləşdirilməsi nəqliyyat xərcini azaldır. Bəli, eynilə də nəqliyyat xərclərinin də azalmasına gətirib çıxara bilər. Demək ki, bizim bir bəndimiz qaldı. Sahil boyunca əsasən metallurgiya müəssisələri yerləşdirilmişdir. Təbii ki, burada, əsasən sırf metallurgiya deyil, digər sahələr də bu cür, belə deyək də, dəniz sahili ərazilərdə yerləşə bilərlər. Demək ki, burada, doğru olmayan bənd, sahil boyunca əsasən metallurgiya müəssisələrinin yerləşdirilməsidir.